Elinizdeki telefona bir anlıq diqqətlə baxın. O kiçik ekranın arxasında bütün həyatınız gizlənib. Bank kartlarınız, illərlə yığdığınız pullar, heç kimin görməsini istəmədiyiniz şəxsi şəkilləriniz, ən yaxınlarınızla olan gizli yazışmalarınız. İndi təsəvvür edin ki, elə bu saniyə siz bu videonu izləyərkən kimsə dünyanın o biri ucundan sizin o şəxsi həyatınıza daxil olur, sizi addım-addım izləyir və adınızdan kredit götürməyə çalışır. Yox, bu hansısa Hollywood filminin senarisi deyil. Bu hər gün onlarla insanın üzləşdiyi çox acı bir reallıqdır. Və ən qorxulusu odur ki, o rəqəmsal qapını o oğruların üzünə çox vaxt öz əllərimizlə özümüz belə bilmədən açırıq. Xoş gördük hər biriniz əziz izləyicilər. Natamam qeydlərin bu buraxılışında mən sizə həyatınızı, cibinizi və şəxsi məkanınızı məhv edə biləcək görünməz bir təhlükədən, rəqəmsal soyğunlardan, kiber hücumlardan danışacağım. Əgər hələ də şifrəniz adınız və ya doğum ilinizdirsə, ya da mən kiməm ki, məni izləsinlər deyə düşünürsünüzsə, bu videonu qətiyyən bağlamayın. Çünki bu dəqiqələr ərzində öyrənəcəyiniz bəlkə də gələcəkdə sizi minlərlə manat ziyandan və böyük bir bəladan xilas edəcək. Gəlin söhbətə çox sadə bir həyat nümunəsi ilə başlayaq. Təsəvvür edin ki, səhər yuxudan oyanmısınız, işə, dərsə və ya hər hansısa bir görüşə getmək üçün evdən çıxırsınız. Qapını çəkib bağlayırsınız. Çox güman ki, bir dəfə yox, 2 dəfə kilitləyirsiniz, düzdür? Hətta bəzən geri qayıdıb qapının dəstəyini dartıb yoxlayırsınız ki, görəsən doğrudan da bağladım, yoxsa açıq qaldı. Çünki evinizdə dəyərli əşyalarınız var, ailəniz var, sizin şəxsi toxunulmaz məkanınız var. Sonra maşınınıza minirsiniz, düşəndə mütləq siqnalizasiyanı işə salırsınız. Cibinizdəki pulqabını avtobusda, metroda möhkəm tutursunuz ki, kimsə oğurlamasın. Yəni, biz real həyatda özümüzü, malımızı, mülkümüzü qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Çünki təhlükəni gözümüzlə görürük. Bəs eyni diqqəti, eyni həssaslığı bütün gün əlimizdən düşməyən, cibimizdə gəzdirdiyimiz o kiçik cihaza, telefonumuza qarşı edirikmi? Hansı ki, bugün o telefonun, o cihazın içində evimizin açarından da, cibimizdəki pulqabından da daha dəyərli şeylər var. Və biz çox vaxt o rəqəmsal evimizin qapısını sonuna qədər açıq qoyub sakitcə həyatımıza davam edirik. Bilirəm, indi çoxunuz ekran qarşısında oturub fikirləşirsiniz ki, mən kiməm ki, mənim məlumatım kimə lazımdır, adi bir adamam, nəyim var ki, nəyimi də oğurlasınlar. Dostlar, bizim ən böyük və ən bağışlanmaz səhvimiz elə budur ki, bu cür düşünürük. Bugün dünyada fəaliyyət göstərən o rəqəmsal oğrular, kiber dələduzlar üçün sizin adınızın Əli, Vəli və ya Elman olmasının, hesabınızda milyonların olub-olmamağının heç bir önəmi yoxdur. Onlar üçün siz sadəcə bir rəqəmsiniz, bir hədəfsiniz. Gəlin sizə o yeraltı qaranlıq internet dünyasında işlərin necə getdiyini çox loru dildə izah edeyim. O oğrular oturub tək-tək, görəsən bu adamın hesabında nə qədər pul var, girim onu oğurlayım. Yəni, onlar belə fikirləşmirlər. Onlar kütləvi işləyirlər. Sizin şəxsi elektron poçt ünvanınız, yəni mail adresiniz və ona qoyduğunuz şifrə onlar üçün bir açardır. O açarı əldə edəndən sonra sizin adınızdan başqalarına yalançı mesajlar yazıb pul istəyə bilərlər. Sizin sosial media hesablarınızı ələ keçirib onu reklam şirkətlərinə sata bilərlər. Ya da məlumatları kütləvi şəkildə minlərlə başqa insanın məlumatı ilə birləşdirib qara bazarda satışa çıxara bilərlər. Yəni, mən kimə lazımam düşüncəsi bugündən etibarən beyninizdən tamamən silinməlidir. Hər birimiz potensial bir hədəfik. Yaxşı, bəs bu məlumatlar necə oğurlanır? Mən axı heç kimə şifrəmi vermirəm. Necə olur ki, mənim hesabıma girirlər? Gəlin ən böyük bəlamızdan. Yəni, məlumat sızıntılarından danışaq biraz. Çox vaxt xəbərlərdə oxuyuruq, deyirlər ki, filan məşhur saytın, filan böyük şirkətin məlumat bazası dağıdıldı, çökdü, milyonlarla istifadəçinin məlumatı internetə yayıldı. Biz də bu xəbəri oxuyub keçirik. Elə bilirik ki, elə bunun bizə aidiyyatı yoxdur. Amma əslində məsələnin kökü bax elə buradadır. Təsəvvür edin ki, siz 5 il və ya 6 il əvvəl internetdə maraqlı bir sayt tapmısınız. Bəlkə kitab yükləmək üçün idi, bəlkə köhnə bir form idi, bəlkə də hansısa kiçik bir onlayn mağaza idi. Ora daxil olmaq üçün sizdən qeydiyyat tələb ediblər. Siz də öz mail ünvanınızı yazmısınız və ağlınıza gələn ilk şifrəni, çox güman ki, adınızı, doğum ilinizi və o hamının bildiyi həmin o 1, 2, 3, 4, 5, 6 rəqəmli olan
paroli qeyd etmisiniz. Aradan illər keçib siz o saytın adını da, ora qeydiyyatdan keçdiyinizi də tamamilə unutmusunuz. Amma o qeydiyyat bazası orada qalır və o saytın qorunması zəif olduğuna görə bir gün rəqəmsal oğrular həmən sayta hücum edir. Sizin də daxil olduğunuz minlərlə insanın mail ünvanını və şifrəsini götürüb internetdə yayımlayırlar. Baxın, problem burada başlayır. O oğruların əlində xüsusi avtomatlaşdırılmış proqramlar var. Onlar o köhnə sizin unutduğunuz saytdan tapdıqları şifrəni götürürlər və başlayırlar sizin bütün digər qapılarınızı yoxlamağa. O proqram saniyələr içində yoxlayır ki, görəsən bu adamın, yəni eyni mail ünvanının Instagram şifrəsi də eynidirmi? Facebook şifrəsi də eynidirmi? Bəs bank tətbiqinin şifrəsi? Və gəlin səmimi olaq. Etiraf edək, dostlar. Biz çox tənbəl varlıqlarıq. 10 dənə fərqli sayt üçün 10 dənə fərqli çətin şifrə yadda saxlamaqdansa hamısına eyni şifrəni qoyuruq, deyirik ki, birdən yadımdan çıxar, qoy hamısı eyni olsun. Və o rəqəmsal oğru sizin 5 il əvvəl unutduğunuz bir saytdan tapdığı açarla gəlib sizin bugünkü ən vacib hesabınızı, bəlkə də bank hesabınızı rahatca açıb içəri girir. Siz isə şokda qalırsınız ki, necə oldu axı mən bu şifrəni heç kimə deməmişdim. Demişdiniz. Sadəcə çox illər əvvəl səhv bir yerdə demişdiniz. Ona görə də rəqəmsal dünyada ediləcək ilk və ən böyük səhv hər yerdə eyni açarı, eyni şifrəni qoymaqdır. Bu düzgün deyil. Bu evinizin qapısını taybatay açıq qoyub yatmaq kimi bir şeydir. İndi isə keçək başqa bir məsələyə. Bəzən heç məlumatımız sızmır, heç bir sayt dağıdılmır və yaxud da çökmür. Siz o qapını tamamilə öz əllərinizlə, öz istəyinizlə açıb oğrunu evə buraxırsınız. Necə? Buna phishing deyirlər. Bəli, bildiyimiz balıq tutmaq kimi bir şey. Kiberdələduzlar qarmağın ucuna çox şirin, çox cəlb edici, bəzən də çox qorxuducu bir yem atırlar və sizin o yemi udmağınızı gözləyirlər. Təsəvvür edək, adi bir gündə oturub çayınızı içirsiniz. Birdən telefonunuza mesaj gəlir. Mesajın başlığında çox inandırıcı bir ad yazılıb. Deyək ki, yerli bir poçt xidməti, Azərpoçt ya da məşhur bir kuryer şirkəti. Mesajda yazılıb. Sizin bağlamanız poçt şöbəsinə daxil olub, lakin ünvanınızda kiçik bir səhv olduğuna görə çatdırılma dayandırılıb. Ünvanı yeniləmək və bağlamanı almaq üçün cəmi 40 qəpik xidmət haqqı ödəməlisiniz. Zəhmət olmasa bu linkə daxil olun. Baxın, bu insan psixologiyası ilə oynamaqdır. İnsan düşünür ki, mən həqiqətən də nəsə sifariş vermişdimmi görəsən? Ya da deyir ki, yəqin yadımdan çıxıb 40 qəpiyinə pul deyə verim getsin. Və siz o mesajın içindəki göy rəngli yazıya, o linkə daxil olursunuz. Qarşınıza çıxan sayt o qədər mükəmməl, o qədər orijinala oxşayan dizayn edilib ki, sizin şübhələnmək kimi bir ehtimalınız qalmır. Şirkətin loqosu, rəngləri, hər şey yerli yerindədir. Siz də çox arxain şəkildə o 40 qəpiyi ödəmək üçün plastik kartınızı çıxarırsınız. Kartın üzərindəki 16 rəqəmi, son istifadə tarixini və arxasındakı həmin o sehirli 3 rəqəmi həmən sayta yazırsınız və ödəniş et düyməsini basırsınız. Bilirsiniz o saniyə nə baş verir? O sayt əsl sayt deyil. O sayt o oğrunun qurduğu saxta bir tələdir. Siz o məlumatları yazanda ödəniş etmirsiniz. Siz o məlumatları öz əllərinizlə birbaşa oğrunun kompüterinə göndərirsiniz. Və siz 40 qəpik çıxılmasını gözləyərkən bir də görürsünüz ki, kartınızdan 400 manat, bəlkə də bütün maaşınız saniyələr içində yoxa çıxdı. Sonra da banka zəng edib deyirsiniz ki, kartımdan pul oğurladılar. Xeyr, oğurlamadılar. Siz özünüz verdiniz. Niyə? Çünki o tələyə, o yalançı təcili vəziyyətə inandınız. Başqa bir senari deyim. Bu daha qorxuludur, çünki burada düşmən tanımadığımız bir şirkət yox, ən yaxın dostumuzdur. Bəlkə də qohumumuz roluna gəlir. WhatsAppda ən yaxın dostunuzdan mesaj gəlir ki, bəs filan kəs salam necəsən? Təcili bir səs vermə var, bacım qızı rəsm müsabiqəsində iştirak edir. Birinci yerə çıxmaq üçün 3 səs çatmır, sənə bir link göndərirəm, oraya girib səs verərsən. İndi nömrəyə də bir kod gələcək, səs verməni təsdiqləmək üçün o kodu mənə göndər. İnsan öz dostundan şübhələnər. Təbii ki, yox. Nə olacaq? Bir səsdir də, verim qutarsın getsin deyib kömək etmək istəyirsiniz. Telefonunuza doğrudan da bir SMS gəlir. İçində 6 rəqəmli kod var. Siz o kodu kopyalayıb həmən o dostunuza göndərirsiniz. Bax, əziz izləyicilər, o kodu göndərdiyiniz o 1 saniyə ərzində sizin bütün WhatsApp hesabınız silinir və sizin nəzarətinizdən çıxır.
Çünki o sizə yazan adam sizin dostunuz değildi. Sizin dostunuzun hesabı artıq başqa bir tələ ilə ələ keçirilmişdi. İndi o, onun hesabından bütün kontaktlarına, yəni sizə bu yalançı mesajı göndərdilər. Və o sizdən istədiyi kod səsvermə kodu değildi. O sizin WhatsApp hesabınızı başqa bir telefonda açmaq üçün tələb olunan təhlükəsizlik kodu idi. Siz o kodu ona verəndən sonra artıq siz də o zəncirin bir halqasına çevrilirsiniz. İndi sizin hesabınızdan sizin adınıza, dostlarınıza mesajlar gələcək ki, təcili mənə 100 manat lazımdır, ver, bəs sabah qaytaracağam. Və sizin hörmətinizə inanıb pul atan hər kəs o uğrunun qurbanı olacaq. Görürsünüzmü necə asandır? Bizə elə gəlir ki, bizi izləmək, məlumatlarımızı oğurlamaq üçün böyük bir proqramlaşdırılma biliklərinə ehtiyac var. Xeyr, heç də elə deyil. Sadəcə bizim diqqətsizliyimiz, sadəlövhlüyümüz və kömək etmək istəyimizdən istifadə edirlər. Bəs yaxşı, bütün bunlardan necə qorunmalıyıq? İnterneti kəsib ataqmı, kartları qırıb nəqd pula keçəkmi? Təbii ki, yox. Dövr rəqəmsal dövrdür. Bundan qaçış yoxdur. Sadəcə necə ki real həyatda küçəni keçəndə sağa, sola baxırıq, internetdə də bəzi qızıl qaydaları bilməliyik. Gəlin o qorunma yollarından danışaq. Ən birincisi şifrədir. Dostlar, əgər bu dəqiqə sizin şifrəniz öz adınız və ya təvəllüdünüzdürsə, məsələn Çingiz 1990 və ya övladınızın adıdırsa ya da sadəcə 1 2 3 4 5 6 7 8-dirsə, lütfən bu videodan sonra gedin və o şifrəni dəyişin. Rəqəmsal oğrular sizin haqqınızda ilk olaraq bu məlumatları tapırlar. Adınız, doğum tarixiniz, harda yaşamağınız. Belə şifrələri qırmaq üçün xüsusi proqramlara cəmi bir neçə saniyə vaxt lazımdır. Yaxşı, şifrə necə olmalıdır? Mən sizə çox sadə, amma çox təsirli bir qayda deyəcəm. Şifrəni bir söz yox, bir cümlə kimi düşünün. Məsələn, yadda saxlamaq üçün belə bir cümlə qurun. Misal üçün, mənim 30 yaşımda maşınım var. İçində böyük hərf var, var. Kiçik hərf var, var. Rəqəm var, var. Və sonunda bir nida işarəsi də var. Belə bir şifrəni nə qırırlar, nə də asanlıqla təxmin edə bilirlər. Siz isə bu cümləni heç vaxt unutmayacaqsınız. Çünki bu sizin beyninizdə bir məna ifadə edir. Hər sayta görə də cümləni biraz dəyişdirə bilərsiniz. Beləliklə o tək açar, tək qapı bəlasından canınızı qurtarmış olacaqsınız. İkinci və bəlkə də həyatınızı qurtaracaq ən vacib qayda. Bunun adını mütləq yadda saxlayın. 2 addımlı təsdiq. Təsəvvür edin ki, evinizin qapısına çox bahalı, qırılmaz bir kilid vurmusunuz. Bu sizin şifrənizdir. Amma hər ehtimala qarşı qapının arxasına, yəni içəridən bir də dəmir zəncir çəkirsiniz ki, kimsə kilidi qırsa belə qapı tam açılmasın. Bax, o dəmir zəncir 2 addımlı təsdiqdir. Bütün sosial media hesablarınızda, xüsusən də WhatsApp, Instagram və elektron poçtunuzun tənzimləmələr bölümünə girin və orada təhlükəsizlik və hesab bölməsində bu funksiyanı aktiv edin. Bu funksiya nə edir? Əgər sabah doğrudan da hansısa oğru sizin mükəmməl şifrənizi tapıbsa belə hesaba daxil olmaq istəyəndə sistem ona deyəcək ki, dayan, sən şifrəni düz yazdın. Amma mən hesabın sahibinin, yəni sənin telefon nömrənə bir SMS kod göndərdim. O kodu bura yazmasan içəri girə bilməzsən. Oğru da sizin telefonunuzu oğurlamadığına görə o kodu heç vaxt bilməyəcək və o şifrə onun heç bir işinə yaramayacaq. Bu sadəcə bir dəqiqənizi alacaq bir quraşdırmadır. Amma siz bəlkə də minlərlə manat ziyandan və ya rüsvay olmaqdan xilas olacaqsınız. Üçüncü qayda. Biz pulsuz şeyləri çox sevirik. Kafelərdə, parklara gedəndə axtarırıq ki, görəsən parolsuz açıq internet şəbəkəsi harda var. Tapan kimi də dərhal qoşuluruq və başlayırıq internetdə gəzişməyə. Amma heç düşünmüsünüz ki, o interneti kimsə niyə havayı və açıq şəkildə yayımlayır? Bəzən o şəbəkənin ticarət mərkəzi yox, orada oturan, əlində notebook olan sıradan bir oğru qurur. Adını da qoyur, nə bilim, məsəl üçün Baku nəsə. Siz o şəbəkəyə qoşulduğunuz an sizin telefonunuzdan çıxan bütün məlumatlar o şəbəkənin üstündən, yəni o oğrunun kompüterinin içindən keçib internetə gedir. Yəni o sizin yazdığınız şifrələri, oxuduğunuz mesajları havada tuta bilir. Qızıl qayda, ictimai, şifrəsiz, tanımadığınız internet şəbəkələrinə qoşulanda heç vaxt bank tətbiqlərinə girməyin. Heç vaxt şəxsi şifrələrinizi yazacağınız yerlərə daxil olmayın. Bu küçənin ortasına çıxıb Instagram parolunuzu qışqırmaq kimi bir şeydir. Və nəhayət, sonuncu
və çox yayılmış bir bəla. Yenə o pulsuz dərdimiz gəlir ortaya. Bəzən internetdən hansısa bahalı proqramın, oyunun pulsuz versiyasını yükləyirik. Dostlar, heç kim yüzlərlə dollar dəyəri olan bir proqramı sizin üçün sındırıb internetdə havayı yerləşdirmir. Əgər bir şey internetdə pulsuzdursa, deməli əsl məhsul siz özünüzsünüz. O pulsuz yüklədiyiniz proqramların içində gizli kodlar, arxa qapı dediyimiz yollar qoyulur. Siz sevinə-sevinə o proqramı işlədəndə o arxa planda çox səssizcə sizin səs yazınızı götürə bilər, kameranızı aça bilər və ya sadəcə klaviaturada nə yazmısınızsa hamısını qeyd edib sahibinə göndərə bilər. Mütləq rəsmi yerlərdən, rəsmi mağazalardan başqa heç yerdən telefonunuza və ya kompüteriniza nəsə yükləməyin. Gördüyünüz kimi əziz izləyicilər, internet doğrudan da fərqli bir meşədir. Orada çoxlu maraqlı, faydalı şeylər var, amma eyni zamanda hər addımında bizi gözləyən tələlər də var. Bizim məqsədimiz sizi qorxutmaq, internetdən uzaqlaşdırmaq deyil. Bizim məqsədimiz sizin o meşədə gözü bağlı yox, əlinizdə fənərlə hara bastığınızı bilərək gəzməyinizi təmin etməkdir. Bugünkü natamam qeydlərdən özünüz üçün bu dərsləri mütləq çıxarın. Hər linkə inanmırıq, istər dövlət qurumu olsun, istər poçt adından gəlsin, fərq eləmir. Əmin olmadan nəsə ödəniş etmirik. Dostumuz belə bizdən kod istəsə, zəng edib səsini eşitməmiş, əmin olmamış ki bu dostunuzdur, ona heç bir kod, heç bir məlumat vermirik. Şifrələrimizi dərhal daha qəliz və uzun formada dəyişirik və ən vacibi bugün elə bu videonu izləyib bitirən kimi gedib bütün sosial şəbəkələrinizdə o 2 addımlı təsdiq deyilən qorunmanı aktiv edin. İnanın mənə, bu sadəcə sizin yox, eyni zamanda ailənizin, yaşlı valideynlərinizin də təhlükəsizliyi üçün çox vacibdir. Çünki onlar bu tələlərə bizdən daha tez inanır, daha tez düşürlər. Odur ki, bu videonu, bu məlumatları onlarla da bölüşün, izah edin. Onları bu rəqəmsal oğrulardan qorumaq bizim borcumuzdur. Gəlin mövzumuzu elə burada da tamamlayaq. Şəxsən çox maraqlıdır. Sizin başınıza heç belə bir hadisə gəlibmi? Heç hansısa yaxınınızın və ya özünüzün hesabı oğurlanıbmı? Bu tələlərə heç düşmüsünüzmü və ya üzləşmisinizmi? Şərhlər bölməsində mütləq yazın. Həm müzakirə edək, həm də digər izləyicilər sizin təcrübələrinizdən oxuyub dərs çıxarsınlar. Bəlkə sizin yazdığınız bir hekayə kiminsə sabah böyük bir ziyanın içinə düşməsinin qarşısını alacaq. Əgər bu buraxılışı, bu mövzunu faydalı hesab etdinizsə, videonu bəyənməyi və Natamam Podcast kanalımıza abunə olmağı unutmayın. Həm mənə, həm də Natavana dəstək olasınız. Rəqəmsal dünyada da, real həyatda da qapılarınızı möhkəm, şifrələrinizi gizli saxlayın. Özünüzə və məlumatlarınıza müğayət olun. Növbəti videolarda, yeni mövzularda görüşənədək.